Sevastopol İnformasiya kanalının Azərbaycan şöbəsi efirdədir. Axşamınız xeyir, hörmətli radio dinləyiciləri. Qobustan proqramı növbəti verilişini sizlərə təqdim edir. Aparıcı müəlliflər Leyli Kərimova və Həbib. Buyurun Həbib müəllim, danışın. Necə oldu siz Ukraynaya getdiniz? Getdiniz orada Qobustan radiosunu açdınız. Siz bildiyimiz kimi Bakıda müəllim işləyirdiniz. Yəni sizin nə vadar etdi ki, işlədiyiniz məktəbi tərk edib Ukraynaya getdiniz, Krıma getdiniz. Orada bilirik ki, çox əziyyətlər çəkdiniz. Qobustan radiosunu açdınız. Bununla bağlı istəyirik danışasınız. Buyurun. Çox sağ olun. Deməli, siz özünüzün bu tutaq ki, məsləhətinizi, özünüz məsləhət gördünüz ki, gəlib mənim haqqımda sujet hazırlayasınız, reportaj hazırlayasınız. Çox sağ olun. O ki oldu, siz düz deyirsiniz. Mən Əhmədlidə orta məktəbdə müəllim işləyirdim o vaxtlar. Dərs deyirdim və sonra elə oldu ki 1988-dən sonranı deyirəm, həmən vaxtlar Azərbaycan xalqının başına bu fəlakətlər gəldi. Ermənilər Azərbaycan torpaqlarına işğal etməyə başladılar. Cəmi 1 milyon qaçqın indiki Ermənistan ərazisində və sonra Qarabağın bütün əhalisi, sakinləri hamısı gəlib Bakı şəhərinə gəldilər. Bu da mənə təsir elədi. Üstəlik olaraq demək, həmən vaxtlar mən bunları əyani şəkildə izləyirdim. Televiziyadan, danışıqlardan, cəmaatın danışığından və Azərbaycan xalqını böyük bir fəlakət gözlərdi. Üstəlik, xarici mətbuat Azərbaycana qarayaxlı xəbərlər dərc edirdilər. Torpaqları gedən, deməli, bizim torpaqlar bir yandan işğal olunurdu, o bir tərəfdən isə xarici mətbuat bizi günahkar bir xalq kimi göstərirdi ki, bu deməli, hadisələri biz başlamışıq. O vaxtı bizim heç bir şeydən xəbərimiz yox idi. Ermənilər isə planlı işləyirdi. Planlı işləyirdi, onlar Sumqayıtda belə bir hadisə törətdilər. Bunu da eləyən erməninin özü oldu və o bu məsələləri qızışdırdı. Azərbaycanlıları özü isə onlara bir köməkçi kimi fəaliyyət göstərdi və bu tez dünyaya yayıldı. Təqribən bir həftə müddətində Yaponiyaya qədər deməli onları yaydılar ki, Azərbaycan xalqı ki, biz onları yandırmışıq, məhv eləmişik, bu xəbər getdi, hər yana yayıldı. Bunlar hamısı təhsil mənə yox, bütün müəllimlərə, şagirdlərə təsir edirdi, hamı bu haqda danışırdı. Hətta şagirdlər mənə sual verirdilər ki, müəllim, bu hadisələr necə olub baş veribdir? Bəs axı bizim xalq qəhrəman xalqdır, bizim Babəkimiz olub, Koroğlumuz olub. Mən onlara bu cavabları verməkdə çətinlik çəkirdim, çünki biz buna o vaxt hazır deyildik. Sonra belə qərara gəldim ki, mən dərsi dayandırım, məktəbi tərk edim, Heydər Əliyevin xarici siyasətini rəhbər tutub, Ukraynaya üst tutum və bu hadisələri orada başqa xalqlara danışım. Belə də etdim. Deməli, gəldim, öz fikrimi məktəbin direktoruna dedim, mən Azərbaycanı tərk edib, gedib bu hadisələri kiməsə danışmalıyım. Yəni, başqa xalqlara mən nəzərdə tuturdum. Danışmalıyım. Onlar da belə baxırdılar, biraz belə mənim bu dediklərimi ya başa düşmədilər, ya da inanmadılar ki, bir müəllim gedib nə edə bilər orada. Çoxu məsləhət görmədi, dedi ki, sən getmə, dərsi atıb getmə, orada başa o hadisələr gələr, alver edə bilmirsən,
az qala bilərsən. Dedim, yox, mən getməliyim. Onlar, məktəb direktoru müəllimləri yığdı, dedi ki, gəlin ya bununla danışın, bu belə bir addım atmaq istəyir. Bunu ya qaytarıb məktəbə, ya da ki, köməklə çıxsın, geçsin. Müəllimlər yığıldılar. Bir növ onlar deməli inanmadılar ki, mən gedib orada nə edə bilərəm. Başladılar ağlarına gələn müxtəlif sözlər deməyə. Hətta müəllimənin biri orada dedi ki, yoldaş direktor, mən bilirəm nəyə gedir ora. Bu ona görə oraya gedir ki, bu həmin tarz salmağı bilir, aşıq qərib olub, gedir sənəm axtarmağa. Belə bir söz işlətdi. Mən orada bir kəlmə söz dedim. Dedim ki, bütün müəllimlər bilməlidirlər ki, o cümlədən siz də bilməlisiniz ki, hər bir Azərbaycan kişisinin bir sevgili cananı var, o da vətəndir. Mən vətən üçün gedirəm. Gedirəm vətənin bu dərslərini o biri xalqlara danışmağa. Beləliklə, mən qəti fikrimi bildirim ki, mən getməliyəm. Evə gəlib, yükümü tutdum. Mənim də yüküm ancaq təbliğat vasitələri idi. Rus dilində, Azərbaycan dilində olan qəzetləri mən toplamışdım, kitablar götürmüşdüm. Kırımı seçdim, ona görə ki, Kırımdan məktub almışdım, gəl orada məktəb açaram. Mən məktəb açmağa gedirdim. Dedim, gedərəm məktəb açaram, həm də təbliğatımı aparıram. Getdim, satdım Kırıma. Bu oldu yanvar ayında, soğuk bir havada, qarlı bir havada yola düşdüm. Getdim, orada olan cəmiyyət sədri ilə görüşdüm. Dedim ki, mən məktubu yazdım, özdə indi də gəlmişəm. Nədən başlamalıyıq? O dedi ki, məktəb açmaq lazımdır, mütləq lazımdır məktəb açmaq. İndi biz şagirdləri toplamalıyıq, məktəb açmalıyıq. Biz təqribən 2 ay müddətində 20 nəfər şagird toplaya bildik ki, Azərbaycan, yəni orada Rus dilində, Ukrayna dilində tədris olunan, deməli, oxuyan uşaqları topladıq. Məktəb açıldı, həmən məktəbə 3 nəfər də Rus qızı gəldi, qoşuldu ki, biz də Azərbaycan dilini öyrənmək istəyirik, çünki bu dil Türk dilinə yaxındır. Beləliklə, məktəb açıldı. Məktəb açılandan sonra 3 ay orada işləmişdim. 3 ay işləmişdim, həm də radionu, televizyonu izləyirdim ki, bizim haqqımızda nələr gedir orada, nə söhbətlər gedir. Və bir günləri gördüm ki, radio qarşısında oturmuşum, eşitdim ki, ermənilərin Haistan proqramı bizə çox belə çirkin bir ləkə vurdu. Ləkə də bundan ibarət oldu ki, dedi, Sumqayıtda deyir, Azərbaycanlılar erməniləri yandırıblar, məhv ediblər. Və biz deməli istəyirdik ki, Qarabağda demokratiya qalib gəlsin, demokratiya qalib gəldi və ermənilər orada özlərinin azad bir respublikalarını qurublar. O da Qarabağ Erməni Respublikası, belə dedilər. Bundan sonra mən bu haqda çox ciddi düşündüm. Necə ola bilir ki, Kırım kimi bir yerdə, çünki ora Türklərin yurdudur, müsəlman ölkəsidir, ermənilər belə sözlər danışır. Mən fikrimi, əlbəttə orada yaşayanlara dedim, orada yaşayanlar, yəni o bazarda işləyən adamlar dedilər ki, bu bizə aid deyil, sən öz işinlə məşğul ol, məktəb işi ilə məşğul ol, belə şeylərə qarışma. Dedim, yox, mən gedib bunu teleradioya gedib bu məsələni orada aydınlaşdırmalıyam, bunun sonuna çatmalıyam ki, bu hardan qaynaqlanır onların bu söhbətləri. Tək getdim, girdim teleradionun binasına. Orada əyləşən Natalya Pavlovna ona xəbər verdilər ki, Azərbaycandan bir müəllim gəlib, sizi görmək istəyir. O da yuxarıdan xəbər göndərdi ki, buyurub gəlsin. Getdim, redaktorla görüşdüm. Dedim, Natalya xanım, mən sizə bir sual verməyə gəlmişəm. Sual da bundan ibarətdir ki, nə üçün deməli, ermənilər sizin bölgədə, burada Kırımda Azərbaycanı təhqir edirlər. Niyə Azərbaycan xalqı burada təhqir olunsun? Axı, Azərbaycan xalqı ilə Ukrayna xalqı dost xalqlardır.
Əvvəlcə dedi, dayan bunları yoxlayım. Gətirdim, erməni verilişini yoxlayanda gördü ki, yarım saatda onlar çox sözlər deyib. Ondan sonra jurnalistləri çağırdı, töhmətləndirdi ki, siz bunları niyə yoxlamayıbsınız, efirə buraxıbsınız. Onlara töhmət verdi, sonra erməni cəmiyyətinə telefon vasitəsilə töhmətləndirdi ki, siz öz adınızı gətirib onlara qoymayın, siz barbarsınız, Qarabağda törətdikləriniz bəs deyil, indi də burada belə təbliğatlar aparırsınız. Ermənilər də töhmət aldı və Natalya Pavlovna dedi ki, başqa sözün, söhbətin nə xahiş edərsən, indi deyirəm, mən bunları işləyə hazırım. Mən də dedim ki, nə üçün burada Azərbaycan proqramı yoxdur, Azərbaycan radiosunun fəaliyyəti yoxdur. O da dedi ki, bu söhbətləri mənə yox, yəni bu sualı mənə yox, özünə verməlisən, Həbib müəllim. Biz səni indi görürük, sən indi gəlsən bizim yanımıza. Radio məsələsi elədir ki, biz sənə kömək edərik, radio açılar. Və radio açılar sən də öz xalqına burada təbliğ edə bilərsən. Və həmən saat radionu açdım. Radio açılandan sonra Natalya Pavlovna mənə bir məsləhət dedi, bax, radionu açıram, radioda konfliktli hadisələri deməz. Çünki Krım həssas bir yerdir, biz istəmirik burada ikinci bir Qarabağ hadisələri açılsın. Azərbaycanın mədəniyyətindən başlar. Çünki mədəniyyətlə yüksələn xalq yenilməz xalqdır. Sizin də böyük mədəniyyətiniz var, şairləriniz, yazıçılarınız, sonra gözəl musiqiniz var, onları sən salarsan proqramı. Bəli, radio açıldı. Mən də yəni buna hazır deyildim və belə fikirləşdim ki, birinci ədəbiyyat sahəsindən başlayayım. Ədəbiyyatdakı belə oldu ki, Səməd Vurğunu mən bilirdim, Nizami Gəncəvi haqqında məlumatlarım vardı, çünki mən ədəbiyyat müəllimi idim. Mən Səməd Vurğunu efirə çağırdım. Səməd Vurğun keçmiş İttifaqın ən görkəmli şairlərindən biri olmuşdu, İttifaqın. Səməd Vurğunu efirə qoydum, Səməd Vurğunun şeirlərinin poeziyasını orada biz dedik. Deyəndən sonra orada bir misal gətirdim, dedim, Rus şairləri Nikolay Tikhonov, Simonov, Səməd Vurğun haqqında demişdilər ki, Səməd Vurğun keçmiş İttifaqın poeziya pələngidir. Onu da dedik, sonra keçdik, deməli, bu veriliş muğamlarla getdi. Muğam da Qulu Əsgərovun muğam mahnıları vardı, orada diskilərdən mən onları toplamışdım, orada yaşayanlardan. Onları gətirdik, deməli, efirə qoyduq. Muğamla bir də sazını. 97-ci ilin mart ayı olduğu üçün Novruz bayramı da daxil olurdu, onu da sazla apardıq. Çünki mən Natalya xanıma demişim ki, bizim milli musiqimiz muğam və sazdır. Beləliklə, o proqram belə davam elədi. Təəssüf ki, bir neçə ay işləmişdim, məni radiodan qovdular. Radiodan çağırdılar məni. Bu da belə oldu ki, növbəti verilişlərin birində mən ora gələndə içəriyə buraxmadılar. Dedilər, radio dayanıb, Qobustan proqramına bağlayıblar, sən də azasan, gedə bilərsən. Dedim, Qobustan radiosunu məni qova bilərsiniz, amma Qobustan radiosunu heç kim bağlaya bilməz. Çünki Qobustan radiosu Azərbaycan xalqının mədəniyyəti və başqa xalqların mədəniyyətinə də toxunuram, dostluğuna, bu dostluq haqqında bir proqramdır, radiodur, bunu heç kimin ixtiyarı yoxdur, bağlasın. Nəyəsə məni buraxmadılar, dedim, icazə verin, girin direktorun yanına, Telestudiyanın direktorunun yanına. Dedilər ki, Telestudiyanın direktoru səni qəbul etməz, ona görə ki, bu vaxtda onun məlumatı yoxdur. Dedim, mən girib öyrənməliyim ki, radionu niyə bağlayıblar, nə üçün bağlayıblar? Bu suala mən cavab istəyirəm. Onlar məni içəri buraxmadılar, mən də dedim, fərqi yoxdur. Gedib duracağım İvan Vasilyevicin maşınının yanında, həyətdə onun maşını vardı. Duracağım orada, tutacağım qapının dəstəyindən, o gələcək ora, sözümü birbaşa orada deyərəm. Belə də elədim, getdim, dayandım maşının yanında, gözlədim, İvan Vasilyevic ikinci mərtəbədən baxır, görür ki, mən durmuşam maşının yanında, əlim də dəstəkdə. Deyir ki, o niyə gedib
yapışın maşından durub orada. Onu maşına qaynak ediblər, yəni suvark ediblər yapışın maşından. Deyiblər ki, biz içəri buraxmadıq, o da dedi ki, İvan Vasilievçə sözümü burada deməliyim. Direktordan, yuxarıdan katibəni göndərdi, dedi, ged onu gətir bura. Zəng elədi orada mühafizətçi, yəni o axırana dedi ki, adam insana belə mədəniyyət göstərməz. Sizdə görünür ki, mədəniyyət azdır. Katibə mənə apardı, təhvil verdi direktora, direktorla söhbət elədik. Direktor dedi ki, mən Azərbaycan xalqını sevirəm, buna böyük hörmətim var. Radionu yuxarıdan bağlayıblar, burada mənim günahım yoxdur. Dedim, yuxarıdan kim bağlayıb? Dedi, mən də bilmirəm. Dedim, mən nə edim? Kimə ərizə yazım? Dedi, heç bir şey eləmək, get mənim ünvanıma ərizələr gətir. Məktublar gətir, radioniya bağladım. Mən də düşdüm, Sevastopolun küçələrindən məktublar yığdım. Məktubları yazırdılar, Ruslar yazdı, Ukraynalılar yazdı, Yahudilərin nümayəndələri vardı. Onlar yazdı, dərs dediyim məktəbin müəllimləri yazdılar, şikayət məktublarını gətirdim, orada verdim direktora. Onlar saldılar kitaba, direktor ərizələri götürür, gedir şəhər merinin qəbuluna, məsələni aydınlaşdırmaq üçün. Şəhər merinin qəbuluna gedəndə mer deməli direktora deyir ki, sən radionu niyə bağlayırsan, bu qədər cəmaət ərizə yazır. O da deyir ki, sualı mənə verməyin, verin öz müavininiz Olya xanımı. Olya xanımı çağırırlar ora, mer demək hesabat istəyir ki, radionu niyə bağlayırsan, aydınlaşır. O da deyir ki, güya mən burada konflikt yayıram, tatarları ayağa qaldırıram, Rus xalqının deməli əleyhinə belə işlər aparıram. Mer də direktora deyir, onun radio verilişlərinin məzmununu mənə danış. O da gətirir o verilişləri, qoyur, hansı ki radioda getmiş deyir, bu da Səməd Ruhunun məhəbbət dirikası. Nizami Gəncəvini vermişdim, efirəki Nizami Gəncəvi 12-ci əsrdə şahların başına ağıl qoyurdu ki, müharibələri dayandırın, insanları məhv eləməyin, sizin bu deməli ədalətsizliyiniz gedib bayquşlara da satıb. Çünki bayquşların söhbəti var Nizami Gəncəvin əsərlərində, onu da misal gətirmişdim. Sonra Heydər Əliyev və Ukrayna bu mövzuları ona deyəndən sonra mer müavininə deyir ki, hanı burada konflikt? Məhəbbət lirikasında konflikt haradadır? O da heç bir söz deyə bilmir. Ondan sonra deyir ki, bilirsən də var, konflikti sən yaradırsan, get kabineti təhvil ver, sabahdan sən işə çıxmır. Beləliklə, o işdən qovuldu. Sonra məlum oldu ki, Olya xanımın həyat yoldaşı əri erməni olmuşdur. O ermənilər belə şeylərdən istifadə edirlər və öz işlərini belə qururlar. Radio işlərini davam elətdirdi. Beləliklə, indi mən radiomuzun o 25 il müddətində 500 Azərbaycan ziyalılarını mən təqdim eləmişəm efirə. Bunlar gedib Milli Akademiyadan, Naxçıvan Akademiyasından, Naxçıvan Dövlət Universitetindən, sonra ayrı-ayrı institutlarda dərs deyən müəllimlərdən və verilişlər belə gedib. Burada əsasən xalqlar dostluğunu əhatə edirdi. Mən bilirdim ki, xalqlar dostluğu mütləq lazımdır, bunları demək lazımdır. Azərbaycan xalqı sülhsevər bir xalqdır, dostluğu sevir. Bunlar da mən radioda dedim. Sonra şimal xalqları haqqında mənim verilişlərim getdi. Orada Azərbaycanda yaşayan çox millətli başqa xalqların nümayəndələri vardı. Onlar haqqında da verilişlər getdi və onların hamısını mən toplamışam bu kitablara. Deməli, birinci kitab Krım gündəliyi birinci kitabdır. Sonra gəlir ikinci kitab, onun davamı. Bura Vətəndir kitabı. Bunu da deməli yazdım. Hər kitabın bir 2 il, 3 il bu kitabları mən yazdım, yerinə yetirdim. Sonra Krım Qobustan radiosu, radionun 25 illiyinə birinə kitab yazmışam. Bu da bu kitabdır. Ondan sonra gəldik icmala. Krımda gedən verilişlərin icmalını mən yazdım. Bu icmal da gəldi, 100 səhifəlik bir kitab oldu. Ancaq adlarını çəkirəm burada, nələr efirə gedib. O da 100 səhifəlik kitab, bunu da ardı sonra davam elədi. Bu da bu kitabdır. İndi gəlirik deməli, axırıncı kitab, 6-cı kitabı mən keçən il qutardım. Budur. Krım radiosunda Azərbaycan ziyalıları. Bu çox dəyərli bir kitab oldu, çünki çox akademiyadan gedib. Naxçıvan Akademiyası,
Sonra Gəncədən, Milli Akademiyadan, bizim alimlərdən onların gördüyü işlər haqqında mən məlumatları vermişəm. Muğamlar hamısı, bu kitabların hamısı, o verilişlərin hamısı muğamla və sazla gedir. Muğamla, sazla aparmaq üçün verilişləri, konservatoriyada oldum, sonra Musiqi Akademiyasında oldum. Bunlar mənə kömək elədilər, bu kitabları deməli mən nəşr etdim. İndi radionu, əgər kim istəyirsə bu radionun işləri haqqında geniş məlumat toplasın, mən bu məlumatı deyirəm. Yazırlar deməli YouTube-dan Qobustan radiosu. YouTube-da Qobustan radiosu yazanda orada çox şeyləri onlar orada dinləyəcəklər. Bu kitabların da rus dilinə tərcümələri də var. Məsələn, Krım gündəlikləri rus dilinə tərcümə olunub, orada rus dilli əhaliyə verilibdir. Sonra orada belə bir kitab çıxır, Almanaq kitabı. Burada mənim çıxışlarım gedib, Sevastopolda Almanaq rus dilində gedibdir. Sonra Krım Azərbaycanları haqqında Hidayət Musayevin belə bir kitabı çıxıb. O rus dilində yazıb bunu, çünki o polkovnik rütbəsində Ukrayna ordusunda xidmət edirdi. Təqaüdə çıxdı, başladı öyle kitablar yazmağa. Kitabların biri Krım Azərbaycanları haqqındadır, rus dilində yazılıb. Bu kitabları yazdım. Ondan sonra İvan Vasileviç, hansı ki mənə kömək eləmişdi, onun bir kitabı gedib burada. İvan Vasileviç sonraki illərdə deməli o getdi Ukrayna parlamentində mətbuat xidmətinin katibi işlədi və onunla əlaqədar olaraq gəlmişdi Azərbaycana, gedib dənizkənarı parkda əyləşib orada çay içmişdi. O çay içəndə çayxanaçı işləyən qız, Elvira adında bir qız gətirib ona çay vermişdi. Burada bir şeir yazdı. Bir Azərbaycan çayxanasında, şeir də hemen bu kitabdadır. İvan Vasileviçin bu şəklini də göstərə bilərsən. Azərbaycanı sevən yeganə bir ziyalıdır, şairdir, tarixçidir. Buyur sualı. Hazırda bəs hansı kitab üzərində işləyirsiniz? Hazırda deməli 7-ci kitab üzərində işləyirəm. O 7-ci kitabın materialları burada bax belə gedir. Bunu bax belə. Əlcə vərəqlərdə köçürürəm bunları, bir köçürürəm. Burada muğamçılar haqqındadır. Gənc tarixən, ondan sonra gəlib məsələn Babək Niftəliyev bunun da verilişini hazırlayıram. Sonra Habil Əliyev haqqında verilişlər hazırlayıram. Habil Əliyevin verilişi orada efirə gedib, bu veriliş bir ildə 6 dəfə təkrar olundu. Çünki Habil Əliyevin kamança ilə çaldığı muğam mahnılarında Nəsiminin bir də Vaqifin şeirləri rus dilində gedibdir. Nəsiminin qəzəlləri rus dilində gedibdir. Onlar da deməli oradan efirdə səsləndirmişik. Yəni bunlar çoxdular. Bunların bu ziyalıların sayı dediyim gibi 500 nəfərdir. 500'ün hamısını bir verilişdə işlandırmaq olmaz. Allah uğurlar olsun Həbib müəllim sizə. Çox sağ olun.